Tənlik qurmaqla məsələ həll et. Uşaqlar, birinci tanış olaq ədəd məsələlərindən. Yəni, ədədlərlə bağlı məsələlər. Bir neçə qaydamız var. Bunları deyək, ondan sonra nümunələrinə baxaq. Birinci qaydamız. Deyir ki, A ədədi B ədədindən x vahid çoxdursa, necə bir tənlik qurmalıyıq? A ədədi B ədədindən x vahid çoxdursa, yaza bilərsiniz ki, A bərabərdir B üstəgənsin x. Və yaxud yaza bilərsiniz, B bərabərdir, A çıxılsın x. Elə bir ki, neyiniblər? X-i keçiriblər bu tərəfə. Və ya yaza bilərsiniz, A çıx B nəyə bərabərdir? X-ə bərabərdir. Mənim tövsiyə elədiyim nədir? Hər ehtimala qarşı bu ikisini də yazmışam. Amma istifadə eləməyəcək. Yolumuz nədir uşaqlar? Deyir, A ədədi B ədədindən damdən şəkilçisi kimdədir? B-də. Və x vahid çoxdur deyəndə nə başa düşürük? Üstəgənsin x. İndi şəkilçi kimdədir? B-də. Və x vahid çoxdursa, deməli B-nin üzərinə nə gəlməlisiniz? B-nin üzərinə x gəlib A-ya bərabər eləyəcəksiniz. Məsəl üçün, ikinci qaydasına baxın. A ədədi B ədədindən yenə damdən kimdədir? B-də. X vahid azdır. Demək ki, B-dən x-i çıxacaqsınız. Damdən şəkilçisi B-dədir deyə. Çatırmı? Eyni məntiqlə üçüncüsünə baxın. A ədədi B ədədindən x dəfə çoxdur. Demək ki, x dəfə çox deyəndə x-ə vurmaq lazımdır. Nəyi? B-ni. Çünki şəkilçi B-dədir. Çatır danışdığım. Dördüncüsünə baxın. A ədədi B ədədindən x dəfə azdır. X dəfə az deyəndə bölməli deyiləmmi? Və nəyi böləcəm? B-ni. Çünki şəkilçi B-dədir. Bunun bu digər yazdıqlarım uşaqlar hər ehtimala qarşı yazmışam. Amma istifadə eləməyəcəyik. Uşaqlar, damdən şəkilçisinin yanında sizə bir dənə də bu şəkilçisini öyrətmişdim. In üstü 4. In. Bu şəkilçi yenə kimdədirsə, onu ya vuracaqsınız, ya toplayacaqsınız, ya böləcəksiniz. Baxaq. Məsəl üçün, bu qaydaya baxın. A ədədi B ədədinin x mislidir. X misli deyəndə vurmaq deməkdir. Və şəkilçi kimdədir? Çünki şəkilçiyə baxın. Un şəkilçisi kimdədir? B-də. Deməli, B-ni x-ə vurmalısınız. A-ya bərabər eləməlisiniz. Məsəl üçün, növbətisinə baxın. A ədədi B ədədinin x mislindən y vahid çoxdur. Onda B-ni x-ə vuracaqsınız. Y vahid çoxdur dediyinə görə də üstünə y gələrsiniz. Həmçinin A ədədi B ədədinin x mislindən y vahid azdır. X mislindən B-nin x misli B vur x, y vahid azdır, çıxılsın y. Başa düşdüyüm bura qədər olanları? Tamam. Şimdi bundan sonra hissə məsələlərinə baxaq. Deyir ki, ədədin hissəsini tapmaq üçün verilmiş ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. Həqiqətən də A ədədinin MD-nin hissəsi necə tapılır? A-nı nəyə vurmalısınız? MD-nin. Sonra hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən kəsrə bölməlisiniz. Yəni, MD-N hissəsi A olan ədədi necə taparıq? A-nı MD-nə bölməklə. Daha sonra son bir dənə də qaydamız var. Deyir ki, bir ədəd başqa bir ədədin hansı hissəsini təyin etdiyini tapmaq üçün birinci ədədi ikinci ədədə bölmək lazımdır. Məsəl üçün, deyir A ədədi B ədədinin hansı hissəsini təşkil edir? Onda nə etməlisiniz? A-nı B-yə bölməlisiniz. Həmçinin burada şəkilçi də var, görə bilirsiniz. Bu şəkilçi kimdə olacaqsa, onu harada yazmalısınız? Məxrəcdə. Faizlə yazsaydıq, xatırlayırsınızsa, faizlə necə yazırdıq? Tənasübdə həmin onu şəkilçi kimdədirsə 100% götürürdük. Uşaqlar, bu danışdıqlarım qayda hissəsidir. İndi gəlin bunlardan istifadə edərək bəzi misallara baxaq. Misal 1. 4-cü mərtəbədə liftdən 5 nəfər düşüb 4 nəfər mindikdən sonra liftdə 6 nəfər oldu. 4-cü mərtəbəyə qədər liftdə neçə nəfər olub? Valla liftdə bilmirəm neçə nəfər var. Olsun x nəfər. İndi deyir ki, 5 nəfər düşdü, 4 nəfər mindi. 5 nəfər düşsün, onda x çıx 5. 4 nəfər minir, üstünə 4 gəldim. Və bərabər oldu 6 nəfərə. Onda bura
x çıx 1 bərabərdir 6. X'imiz də oldu 7 nəfər. Başa düşüldü? Aydın oldu mu? Tamam. Keçirəm indi ikinci misalımıza. Bir düzbucaqlının uzunluğu enindən 2 sm böyükdür. Random şəkilçisi kimdədir? Bayaqlar öyrəndiyimiz qayda. Yox. Enində. Deməli uşaqlar, mən eninə x desəm, eni x olsa, enindən 2 sm böyükdür. Onda uzunluğa x üstəgəl 2. İndi sahəsini də verib 120. Düzbucağın sahəsi necə tapılır? Enin uzunluğuna hasili. X vurulsun x üstəgələ 20. Bərabərdir 120. Buradan da niyə 20 yazdım ora? Bərabərdir 120. Buradan da x'in neçə olduğunu görürsünüz? 10. Həqiqətən də 10'u 12'ye vuranda nə verir? 120. Bizdən də bu düzbucaqlının enini istəyirdi. Cavabımız oldu 10. Uzunluğunu istəsəydi təbii ki cavab 12. Tamam. Keçirik misal 3'ə. Bir, iki müsbət ədəddən biri digərindən 5 dəfə böyükdür. Uşaqlar, bu tipli suallarda həmişə bunu qeyd edin. Birinci ədəd, bir də ikinci ədəd. İndi biri digərindən 5 dəfə böyükdür. O deməkdir ki, mən birini x götürsəm, digəri nə olacaq onda? 5x. Bu ədədlərin hasili 80'ə bərabərdir. İsmail qulaq as mənə. Bu ədədlərin hasili x vurulsun 5x 80'dirsə, 5x'in kvadratı 80 oldu. Onda x'in kvadratı neçə olar? 16. Nəyin kvadratı 16'dır? Həm 4'ün, həm də mənfi 4'ün. Amma məsələnin şərtində müsbətdən söhbət getdiyinə görə x'i 4 yazacaqsınız. Deməli, ədədimizin biri 4'üymüş, digəri də 20. Böyük ədədi tapın. Cavabımız oldu 20. Aydın oldu mu? Başa düşdük. Keçirik misal 4'ə. Bir, tərəzinin bir gözündə çəkiləri bərabər olan 6 qəlib sabun. Uşaqlar, bu sabunun hər birinin çəkisi x olsun. Onda, yəni belə bir dənə tərəzi çəksək. Görün, oxşuyur mu uşaqlar? Burada da belə bir şey yazırdılar. Belə bir dənə tərəzimiz var. İndi bir gözündə 6 qəlib sabun var. 6 dənə x var. Onda bunu nə yazım? 6x. Və 150 qramlıq çəki daşı var. Onda üstə gəlinsin, bir də 150 qram. O biri gözündə isə onları tarazlaşdıran 1,2 kiloqramlıq çəki daşı var. Uşaqlar, buradakı 150 qramla verildiyinə görə mən 1,2 kiloqramı qrama çevirirəm. Minə vurmaqla 1200 qram. Demək ki, burada da 1200 qram var imiş. Və bunlar tarazlıqdadır. Demək ki, bir-birlərinə bərabərdir. Onda yazaram. 6x üstə gəlinsin 150 bərabərdir 1200. 6x bərabər oldu 1050. X də bərabərdir 1050'ni 6'ya böləndə 175 qram eləyəcək. Aydın oldu mu? Başa düşdük. Davam edirik. Misal 5. Deyir ki, Arif bankda olan pulunun 4'te birini götürdükten sonra hesabında 210 manat pul qaldı. Uşaqlar, bankda olan pulunu bilmirəm. Nə olsun? X. İndi bu x'in 4'te birini götürübdür. Yəni x'dən çıxmalıyam. X'in 4'te birini. Və neçə manat pulu qalıb deyir? 210. Tənliyi bu formada qurduq. İndi buradan da x'i tapaq. Necə taparam? Kəsrini azad eləmək istəyirəm. 4'ə vuraram. 4x çıxılsın x bərabərdir 210. 3x 210 yox. Bunu da 4'ə vurmalıydım. 840. 3x bərabər 840. Onda x'imiz nə oldu? 843'ə bölün. Cavab oldu 280 manat. Aydın oldu mu bu da? Tamam. Devam edirik. Misal 6. Deyir ki, 3 ardıcıl cüt natural ədəddən. Uşaqlar, 3 ardıcıl cüt natural ədəd yazıramsa, birinci, ikinci və üçüncü. Birincisini x qəbul eləyəndə, ikincisi ardıcıl cüt ədədlər 2 artırdı. Onda bu olar x üstə gələ 2. Digər olar x üstə gəlsin 4. İlk ikisinin kvadratları cəmi. İlk ikisi
x-dən x üstəgəl 2-dir. Onda x-in kvadratı üstəgəl x üstəgəl 2-nin kvadratı üçüncüsünün kvadratına bərabərdir. Çatırmı? Bəli. Buradan da bu kvadratları açıb hesablasaq uşaqlar, da onu yazmıram. X-imiz olacaq 6. Onda ədədlərimiz nəymiş? 6, 8 və 10 imiş. Bu ədədlərdən böyüyünü tapın. Cavabımız olacaq 10. Çatırmı? Çatır. Davam edirik. İndi misal 7-yə baxın. Bir, ardıcıl 3 natural ədədin kvadratları cəmi 1202-yə bərabərdir. Uşaqlar, bu dəfə ardıcıl natural ədədlərdən söhbət gedir. 3 dənədir, 3 dənə qeyd elədim. Ardıcıl natural ədədlər neçə artırırlar? 1-1. Onda mən birincisine x desəm, ikincisi x topla 1, üçüncüsü x topla 2 olacaq. İndi bunların kvadratları cəmi 1202-dir. Yəni, x kvadrat, x üstəgəl 1-in kvadratı və x üstəgəl 2-nin kvadratı bərabərdir 1202. Uşaqlar, yenə bu kvadratı, deməli, mötərizələri açıb hesablasaq, x-i tapacaqsınız, səhv eləmirəmsə 19. Deməli, birinci ədədimiz 19, ikincisi neçəymiş? 20. Üçüncüsü də 21. İndi mənə deyir ki, bu ədədlərin cəmini 3-ə böldükdə alınan qisməti hesablayın. Bu ədədlərin cəmini tapaq. 19, 20, 21-i topla 60. İndi bu 60-ı bölüncə qismətdə neçə ədəd düşəcək? 20. Aydın olurmu? Bunu da başa düşdünüz. Sonra baxırıq misal 8-ə. Misal 8-də deyir ki, 73-ü hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük, qalıq isə böləndən 4 vahid kiçik olsun. Uşaqlar, 73 ədədini hansısa bir natural ədədə bölmək istəyirəm. Bölünsün x yazdım. İndi qismət böləndən 3 vahid böyük olacaq. Qismət bunun bu hissəsi idi uşaqlar. Nə olmalıdır bura? X plus 3. Qalıq isə böləndən 4 vahid kiçik olsun deyir. Onda qalıq hissəsinə x çıx 4 yazaram. İndi, bax bu 73-ü tapmaq üçün nə iş görürdük? X-i vururduq x üstəgəlsin 3-ə. Üstünə də gəlirdik x çıx 4-ü. Bərabərdir 73. Şimdi bunu da hesablasaq, x-i neçə tapacaqsınız uşaqlar? 7 mi? Məncə 7. Hesablayıb x-i 7 tapacaqsınız. O tənliyi mötərizənin vurunu atın, normal kvadrat tənliyi kimi hesablayın. Sonra davam edirik. Misal 9. Deyir ki, 11-ci sinif şagirdləri öz fotoşəkillərini bir-birlərinə verdilər. Bütün fotoşəkillərin sayı 420 olmuşdursa, sinifdə neçə şagird var idi? Uşaqlar, bunu deməli bu formada hesablayacaqsınız. Məsəl üçün, sinifdə 10 şagird varsa və bu 10 şagirddən biri tutaq ki, Kənandır. Kənan gedib öz şəklini çıxartdırsa, neçə şəklini çıxardacaq? 9. Çünki öz-özünə şəkil verməyəcək. Sonra Elmir gedib neçəsini çıxartdıracaq? Elmir də 9. Ümumiyyətlə, burada kim varsa, hamı sadəcə özünə şəkil çıxartmır. Özündən bir vahid aşağı. Yəni, neçə şəkil olar onda? 10 nəfər var, hər biri 9 şəkil çıxardır. Oldu 90. Məsəl üçün, 15 nəfər olsaydı, onda bunların hər biri 14 şəkil çıxardardı. Nə qədər olar bu? 15-14'e vuranda. 210. Çatır da. İndi x nəfər varsa, onda hər bir nəfər x çıxılsın bir dənə şəkil çıxardacaq. Demək ki, tənliyimiz oldu x vur x çıx 1. Bərabərdir neçə şəkildir deyib? 420. Bunu da hesablasaz, x-imiz tapılacaq buradan uşaqlar 21. Həqiqətən də 21'i 20'ye vurun. Cavabımız olacaq 420. Aydın olur mu? Tamam. Davam edirik. Misal 10. Deyir ki, Aqil pilləkənləri 3-3 çıxıb 2-2 düşdü. Uşaqlar, pilləkənin pillələrinin sayı x olsun. Əgər 3-3 çıxırsa, onda neçə addım atmış olar?
3'ü çıxırsa neçə addım atmış olar? Gəlin sadə həyatdan bir nümunə gətirim sizə. Tutaq ki, birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq istəyirsiniz. Buranın 15 dənə pilləsi var. Və sən 3 bunu çıxırsansa, neçə addım atacaqsan? 5. Necə tapdınız o 5-i? Ümumi pillə sayını atdığın addım sayına böldün. İndi mən də burada deyirəm ki, x dənə pilləsi var və Aqil bunu 3 çıxır. Neçə addım atır? X bölünsün 3. İndi uşaqlar geri düşür. Geri düşəndə isə 2 düşür. Bu dəfə də x bölü 2. Bax, bu addımlarının sayıdır. Deyir ki, o cəmi 20 addım atıbsa, yəni bu ikisinin cəmi nəyi verməlidir bizə? 20'ni. Buradan da x-i taparsınız. Necə tapaq? Nəyə vurum onda? 6'ya. 6'ya vurdumsa 2x, 6'ya vurdum 3x, 6'ya vurdum 120. 5x'imiz 120 oldu. X'imiz demək ki 24'müş. Həqiqətən də istəyirsiniz yoxlayaq uşaqlar. 24'ü 3'ü çıxırsa neçə addım atar? 8. Bildiniz də niyə? Üstə gəlinsin. 2 düşürsə 12. Cəmi nə qədər elədi? 20. Fikir verdiniz, eyni salındı. Bizə deyir ki, neçə pilləsi var? Neçə pilləsi oldu? 24. Başa düşə bildiniz? Gəlin bundan birini də yazaq uşaqlar. Misal 11'ə baxırıq. Bir pillələri 2 çıxıb 4 düşən Orxan enərkən 7 addım az atmışdır. Yenə pillə sayını bilmirəm. Pillə sayını olsun x. İndi bu x-i 2 çıxırsa neçə addım atmış olar? X bölünsün 2. 4 düşürsə x bölünsün 4. İndi Orxan enərkən 7 addım az atmışdır. Xeyr, üstə gəl 7. Bilsin nəyə görə üstə gəl 7? Çünki x bölü 2 və x bölü 4 var. Bunlardan hansı böyük ədəddir? X bölü 2 daha böyükdür. X bölü 4 daha kiçikdir. Siz kiçiyin üzərinə 7 gəlməlisiniz ki, neynəsin? Böyüyünə bərabər olsun. Və yaxud belə də eləyə bilərdiniz. X bölü 4 bərabərdir. X bölü 2 çıxılsın 7. Aydın olurmu? Hər iki halda da x-i necə taparam? 4'ə vur. 4'ə vur birincisini. 2x bərabərdir. X üstə gəlsin 28. Onda x sözü nə qədər oldu? 28. İstəyirsiniz yoxlayaq uşaqlar. İstəyirsiniz yoxlayaq. 28'i 2 çıxırsa neçə addım atır? 14. 4 düşürsə neçə addım atır? 7. İndi enəndə 7 addım az atıbdır. Görə bilirsinizmi? 14'dən 7'ni çıxanda bizə verir 7. Tamam. Sonra davam edirik. Misal 12. Bir, 2 ədədin cəmi 65'dir. Gəlin belə eləyək uşaqlar. Bu olsun bizim birinci ədədimiz. Bu olsun bizim ikinci ədədimiz. Cəmi 65'dir. Nə yazın? X üstəgəl Y 65'dir. Sonra deyir ki, birinci ədədin 8'də biri ikincinin 5'də birinə bərabərdir. Birincinin 8'də biri x vurulsun 8'də 1. İkincinin 5'də biridir. Y vur 5'də 1. Uşaqlar, kəsrdən azad eləmək istəyirəm. 40'a vuraram. 40'a vuranda 5x bərabər oldu. Nəyə? 8 y-ə. Belə bir yazılışdan sonra da biz həmişə k-ya keçmişik. X-imiz 8k, y-imiz 5k. Və cəmi nə qədərdir demişdik? 65. Onda topla bunları. 13k bərabər 65. K tapıldı 5. Onda x-imiz neçə olar? 40 olacaq. Y-imiz isə 25. Məndən də istədiyi böyük ədəddir. Cavabımız olacaq. Çatır uşaqlar. Oxşarlarını yaza biləcəksiniz. İnşallah. Davam eləyək. Misal 13. Deyir, kəsrin sürəti məxrəcindən 4% kiçikdir. Uşaqlar, sürət məxrəcdən 4% kiçikdir. Məxrəc x olsa, onda sürət nə olar? X çıx 4. Başa düşdünüzmü? Daha sonra deyir ki, bu kəsrin sürətinə 5, məxrəcinə 6 əlavə etsək, uşaqlar, sürətə 5 gəlin. X çıx 4-ün üzərinə 5 gəlin.
Məxrəcinə isə 6 gəlir. Kəsirin qiyməti 3-2 olar. Bərabərdir 3-2. Biraz səliqəli yazsam, x üstəgəl 1 bölünsün, x üstəgəl 6. Bərabərdir 3-2. Vuraq çarpaz. 3x üstəgəlinsin 3. Bərabərdir 2x üstəgəlinsin 12. Onda x'imiz nə qədər oldu? 9. Şimdi bu 9'u deyir bu kəsirin sürətini tapın. Bizdən nə istəyir? X sıx 4'ü. 9 çıxılsın 4'dən cavabımız olacaq 5. Aydın oldu? Hətta bu kəsirin özünü də soruşa bilərdi. Kəsirin özünü soruşsaydı cavab olardı 9'da 5. Sonra devam edirik. İndi bu suala baxaq uşaqlar. Sual 14. Deyir, qabın 11'də 6 hissəsi su ilə doludur. Uşaqlar bunu belə başa düşün. Qabı 11 yerə bölmüşük və 6 hissəsi su ilə doludur. Uşaqlar, qabı 11 yerə bölmüşüksə, onda bu qaba 11K kimi baxmaq olarmı? 11 yerə bölmüşəm deyə. Və 11'də 6 hissəsi doludur. Demək ki, 6 hissəsi doludur. Dolu olan hissə oldu 6K. Bəs yaxşı, boş olan hissə nə qədər olar onda? Yuxarısına da yazıram 5K. İndi davamı. Qaba 45 litr su əlavə etdikdən sonra, uşaqlar 45 litr əlavə eləyəndə dolu hissə 45 litr artacaq. Boş hissə isə 45 litr nə edəcək? Azalacaq. Baxın, siz bura 45 gəlirsinizsə, bu boş olan hissə azaldı da. Başa düşdünüzmü? Bura su əlavə elədim axı. Deməli, dolu hissə 45 artır, boş hissə isə 45 azalır. İndi, doldurulmuş hissə, doldurulmamış hissədən 3 dəfə çox oldu. Doldurulmuş hissə haradır? Doldurulmuş hissə 6K üstəgəl 45. Doldurulmamış hissədən 3 dəfə çox oldu. Dandan şəkilçisi kimdədir? Doldurulmamış hissədən. Yəni 5K çıxılsın. 5K çıxılsın 45. 3 dəfə çoxdur deyəndə nə eləməlisiniz? 3'ə vuracaqsınız. İndi mötərizəni açaq, K-nı tapaq. 6K üstəgəl 45. 15K çıxılsın 135. Solsaq eləsəz aşağılar. 180 bərabər olar 9K. Onda K'mız nə qədər oldu? 20. Onda qab özü nə qədər olar? Qaba fikir verin. Qab neçə K'ydı? 11K. 11'i də 20'ye vurdum. Cavabımız oldu 220 litr. Aydın oldu? Ev tapşırığında bu sual var. Hatta bunun bir dənə də oxşarı var. Yazarsınız. İndi başlığımız gəlir. Təniklər sisteminə gətirilən məsələlər. Birinci sadəsi ilə başlayaq uşaqlar. 1, 2 ədədin cəmi 37'dir. Nə yazacağım? X plus Y bərabər 37'dir. Fərqi isə 13'dür. X çıx Y bərabərdir 13. Bu təniklər sistemi necə əldə eləyək? 2x'imiz 50, x'imiz 25. Uşaqlar 25'i birincidə yerinə qoysam, 25 üstəgəl Y 37, onda Y özü 12. X də var, Y də var. Bu ədədlərin hasilini istəyir. X vur Y bərabərdir. 25 vurulsun 12, nəticə oldu 300. Aydındır mı? Çox rahat. Sonra misal 16'ya baxırıq uşaqlar. Misal 16. Deyir, həyətdə toyuqlar və dovşanlar qaçır. Onların birlikdə 35 başı və 94 ayağı var. Həyətdə neçə toyuq və neçə dovşan var? Uşaqlar, toyuqların sayı olsun X, dovşanların sayı olsun Y. İndi hərəsinin bir başı olduğuna görə X üstəgəl Y cəmini nəyə bərabər eləməliyəm? 35'ə. Sonra bilməlisiniz ki, toyuqların 2 ayağı, dovşanların da 4 ayağı var. Aydın oldu mu? İndi, əgər toyuqların sayı X-dirsə və hər birinin 2 ayağı varsa, onda ümumi ayaq sayı nə qədər olar? 2X. Üstə gəlinsin. Dovşanların sayı Y-dir və hər birinin 4 ayağı var. Onda bunun ayaqlarının sayı 4Y. Bu da bərabərdir 94. Buradan X-i və Y-i tapmalısınız. Necə taparam?
İkincisinin hər biri 2-yə bölünür, görürsünüz. 2-yə bölsəm, x üstəgəl 2y nəyə bərabər olar? 47. X üstəgəl y də 35-dir demişik. İndi çıxaq yuxarıdan aşağını. X-lər gedəcək. Y bərabər qaldı 12. Y yerinə 12 qoysam birincisində, x-imiz nə qədər olacaq? 23. Deməli, 23 toyuq, 12 dovşan var imiş. Aydın oldu? Tamam. Davam edirik növbəti. Uşaqlar baxırıq, misal 17-yə. Diqqətiniz məndə olsun. Bir su ilə stəkanın kütləsi 240 qramdır. Gəlin suya x deyək, stəkana y deyək. Onda x üstəgəl y cəmi nəyə bərabər olmalıdır? 240-a. Çünki birlikdə cəmi 240-dır deyir. Sonra davamına baxın. Yarısına qədər dolu stəkanın kütləsi 145 qramdır. Uşaqlar, əgər stəkanı yarısına qədər doldurursunuzsa, onda suyun yarısı olur. Stəkanı yarıya bölə bilmərik. Yəni, x bölü 2 üstəgəl, y-i 2-yə bölmürəm. Çünki stəkanın öz kütləsi dəyişmir. Bərabərdir 145. İndi bu tənliklər sistemindən x, y-i tapmaq lazımdır. Necə tapaq kömək eləyin? İkincisini 2-yə vurun. Vurun 2-yə. Onda x üstəgəl 2y bərabərdir 290. X üstəgəl y cəmi nə qədər elədi? 240 idi. İndi çıxaq tərəf-tərəfə. X-lər gedir. Y tapılır 50 qram. Onda x-imiz neçə olar? 50-ni məsələn, bu da bax, birincidə yerinə qoysaz. X-imiz olacaq 190 qram. Hansını istəyir? Boş stəkanın kütləsi neçə qramdır? Cavabımız olacaq 50. Aydın olurmu? Tamam. Misal 18. Deyir, 24 şagird olan bir sinifdə oğlanlara 2, qızlara 3 konfet verməklə 61 konfet paylandı. Sinifdə neçə oğlan var? Uşaqlar, fərz eləyirəm ki, oğlanların sayı x-dir, qızların sayı y-dir. Sinifdə 24 şagird varsa, ilk öncə bunu yazaram. X üstəgəl y bərabərdir 24. Sonra, oğlanların hər birinə 2 konfet vermişiksə, oğlanlara neçə konfet vermiş olarıq? Bütün oğlanlara 2x. Qızların hər birinə 3 konfet verirsə, ümumi 3y sayda konfet vermiş olarıq. Və bu da bərabərdir 61. İndi bunu necə həll edək? Baxın, bizdən oğlanları istəyirsə, yəni x-i istəyirsə, y-ləri kənarlaşdırmağa çalışaq. Nəyə vuraram birincisinin hər birini? 3-ə. Birincisini 3-ə vuranda 3x üstəgəlsin 3y bərabərdir 72. 2x üstəgəl 3y də bərabərdir 61. Tərəf-tərəfə çıxsam 3y-lər gedəcək. X bərabər oldu 11 oğlana. Aydındır mı? Sağımız oldu 11. Misal 19-a baxaq. Bir sinifdə 27 şagird var. Uşaqlar, oğlanlar yenə x olsun, qızlar y olsun. Sinifdə 27 şagird varsa bunu yazmalıyam. X üstəgəl y nəyə bərabərdir? 27-yə. Bunu yazdım. Sonra deyir ki, sinifdən 2 oğlan çıxsa, oğlan sayı nə qədər idi dedim? X. Yox, oğlan sayı nə qədər idi? Of, Allah of. Oğlan sayı x-dir yazmışam da. 2 nəfər çıxdısa, neçə oğlan qalar onda? X çıx ki. 3 qız gələrsə, qız y-dir, 3 nəfərdə qız gəldi. Onda y üstəgəl 3. Bax, bu yaranan təyinlər sistemini həll eləməliyik. Birincisi yenə olduğu kimi qalsın. X üstəgəl y bərabərdir 27. İkincisində y keçir sola, mənfikində keçir sağa. X çıx y oldu 5. Bizdən deməli qızların sayını soruşur, y soruşur da. Onda gəlin çıxaq tərəf-tərəfə. Y soruşursa, x-ləri yox eləyək. Y çıx mənfi y. 2y bərabər oldu 22. Y bərabər oldu 11. Bu dəfə qızlar soruşur. Aydın olur mu? Tamam. Növbəti, misal 20.
Bunlar biraz maraqlı suallardır və diqqət tələb edən suallardır. Deyir, əgər şagirdlərin hər birinə 2 dəftər paylanarsa, şagirdlərin sayı nə olsun? X. İndi, X sayda şagird var, hər birinə 2 dəftər verirəmsə, onda neçə dəftər verdim? 2x. 15 dəftər artıq qalar. Onda üstələnsin 15. Bax, bu yazdığım uşaqlar ümumi dəftərlərin sayıdır. Aydın oldu mu? Deyir, hər bir şagirdə 3 dəftər paylanarsa, şagird sayı nə qədər idi? X idi. İndi, hər birinə 3 dəftər versəm, neçə dəftər vermiş oluram? 3x. 5 dəftər çatmaz. Onda çıxılsın nə yazaram? 5. Bu da yenə dəftər sayına bərabərdir. İndi fikir verirsiniz uşaqlar. İkisi də dəftər sayını göstərir. Onda nə edək? Bir-birinə bərabərləşdirək. Bu da dəftərdir, bu da dəftərdir. 2x üstəgəlsin 15 bərabərdir. 3x çıxaq 5. Buradan da x'imiz tapılır. 20 şagird. Şagird sayını soruşurdu. Cavab oldu 20. Əgər dəftər soruşsaydı, onda təbii ki, bu 20-ni gətirib ya birincidə, ya ikincidə yerinə qoyardıq. Dəftər nə qədər olar, onu da tapaq. 2 vuraq 20, üstələnsin 15. Cavabımız olacaq 55 dəftər. Aydın oldu mu aşağılar? Bu biraz sadə formasıdır. İndi gəlin misal 21-ə baxaq. Deyir, sinifdəki şagirdlər stolların arxasında 2-2 oturduqda, stolların sayı x olsun. 2-2 otururlarsa neçə şagird oturdu? 2x şagird oturdu. 3 şagird ayaq üstə qalar. Üstə gəlsin 3. Uşaqlar, bu nəyin sayıdır? Şagirdlərin sayı. İndi, şagirdlər hər stolda 3 olmaqla oturmaq istədikdə, məlum oldu ki, 5 stol artıqdır. Uşaqlar, stol sayı nə qədər idi? X. 5 dənə stol artıqdırsa, demək ki, nə qədər stol kifayət eləyər? X çıx 5. Onda 3-ü vurmalısınız. X çıx 5-ə. Bu da yenə nəyə bərabərdir? Şagird sayına. İndi, burada şagirddirsə, onda 2x üstəgəl 3-ü bərabər eləməlisiniz. 3 vurulsun, x çıx 5-ə. Buradan 2x üstəgəl 3 bərabərdir. 3x çıxılsın 15. X'imiz nəyə bərabər olur aşağılar? 18. Tapdığım bu 18 nəyin sayıdır? Stolların sayıdır. Amma bizdən soruşur, sinifdə neçə şagird var? Onda tapdığımız bu 18-i gətirin birinizdə yerinə qoyun. Yazaram, şagird bərabərdir. 2 vur 18. Üstələnsin 3. Cavab oldu 39 şagird. Aydın oldu mu? Tamam. Növbəti. Misal 22. Deyir, qəbul imtahanında riyaziyyatdan hər sualın düzgün cavabı 8 balla qiymətləndirilir. Hər yanlış cavaba görə isə 10 bal çıxılır. Uşaqlar, düzgünlərin sayı x olsun, yanlışların sayı da y olsun. İndi, hər düzgün suala görə 8 bal veriblərsə, düzgünlərdən neçə balımız gələr? Niyə? 8x. Məsəl üçün, 10 dənə düzgün cavabım var, birinə də 8 bal verirlər. Demək ki, 80 bal toplamışam. İndi, yanlış cavaba görə isə 10 bal çıxılır. Əgər y dənə yanlış cavabım varsa və hər birindən də 10 bal çıxırsa, onda çıxacaqsınız 10 y. Məsəl üçün, 2 dənə səhv eləmişəmsə, neçə balım gedir? 20. Çünki bir səhvə görə 10 bal çıxılır. İndi, bu fəndən 22 suala cavab vermiş abituriyent 104 bal toplayıbsa, demək ki, bu bərabərdir 104-ə və ümumilikdə 22 suala cavab veribsə, düzgünlə yanlışın cəmi bərabər olmalıdır 22. Bax, tənliyimiz bu formada olacaq. Bir dəfə də gedim üstündən. Ehtiyac var mı aşağılar? Yoxdur. Gəlin belə eləyək. Birincisinin hər birini 2-yə bölək. Birincisinin hər birini 2-yə bölün. 4x çıxılsın 5y bərabər oldu 52.
İndi bizə düzgün cavablar, yəni x lazımdırsa, y-ləri yox eləyək. Onda ikincisinin hər birini 5-ə vururam. 5x üstə gəlinsin. 5y bərabərdir 110. Uşaqlar 5-ə vurmaqdan məqsəd nə idi? Niyə 5-ə vurdum? Y-lər getsin deyə. İndi toplayın tərəf-tərəfə. Bunlar gedəcək. 9x bərabər oldu 162. Onda x-imiz olacaq neçə? 18. Demək ki, 18 suala düzgün cavab verib. Aydın oldu mu bu da? Tamam. Davam edirik. Uşaqlar, indi gəlir misal 23. Görün nə deyir? Düzbucaqlı şəklində əkin yerinin sahəsi 5400 kvadrat metrdir. Hasarının uzunluğu isə 300 metrdir. Uşaqlar, bir dənə düzbucaqlı çəkək. Fərz elə ki, belə bir dənə əkin sahəsi var. Eni x-dir, uzunluğu y-dir. Sahəsi 5400-dür. Nə yazım? X vurulsun y bərabərdir 5400. Birinci bunu yazaram. Sonra deyir ki, hasarının uzunluğu 300 metrdir. Hasar dediyi nədir uşaqlar? Hasar haralara çəkilir? Ancaq bu kənarlara çəkilir də. Bax, bura hasar çəkdim. Sonra bura hasar çəkdim. Sonra bura hasar çəkirəm. Bir də bura hasar çəkirəm. Nəticədə bu düzbucaqlının nəyini göstərmiş oldum sizə? Perimetrini. Yəni, bura x-dirsə, burada x-dir. Bura y-dirsə, burada y-dir. Onda perimetri 2x üstə gəl, 2y bərabərdir 300. İkincisinin hər birini 2-yə bölün. 5400 qalsın. Onda x üstə gəl, y cəmi olacaq 150. Buradan da əslində ədədləri görürsünüz. Vuranda 5400 eləsin. Toplayanda da 150. Nə ilə nədir uşaqlar? 60 ilə 90. Düz dedim. 60 ilə 90-ın cəmi 150. Vuranda da 5400. Həm enini, həm də uzunluğunu istəyir. Cavabımız oldu 60 və 90. Aydındır mı? Bu da aydındır. Davam edirik. Misal 24. Deyir ki, bir top parçanın qiyməti 35 manatdır. Uşaqlar, bir top parçanın qiyməti necə müəyyən edilir? Deməli, həmin topdakı ümumi parçanın uzunluğunu 1 metrinin qiymətinə vururlar. Bərabər olur 35 manat. Bunu belə başa düşün uşaqlar. Bax, fərz edin ki, bir kisə kartofdur. Bir kisə kartof 50 kiloqramdır. Siz 35 manat verib alırsınızsa, onda 1 kilosunu neçə qəpiyə almış olursunuz? Elə bir ki, 50 kilodur ümumi o kisənin tutumu və siz buna 35 manat vermişsiniz. 35, deməli, 50 vurulsun x bərabərdir 35. Onda x bərabərdir. 35 nəyə bölünməlidir? Bu da eləyər 0.7, demək ki, 70 qəpiyə alırsınız. Aydın oldu? Bir top parçanın qiyməti də belədir. Bax, fərz edirəm ki, həmin topdakı parçanın uzunluğu tutaq ki, 100 metrdir. 100 metrdir və 35 manat vermişəm. Onda 1 metr neçə qəpiyə olar? 35 bölünsün 100. 35 bölünsün 100. Bizə verəcək 0,35 manat. Bu da nə deməkdir? 35 qəpik. Çatır mı danışdıqlarım? Tamam. İndi davamına baxaq. Bir topdakı parçanı 4 metr artırsaq. Parça nə qədər idi dedik? 35 qəpik. Yox, parça nə qədər idi? Əli, hərdən qulaq as mənə. Yazıram x üstə gəlsin 4. Parçanın uzunluğunu 4 metr artırdım. 1 metrinin qiymətini isə 1 manat ucuzlaşdırdıq. Y çıxılsın 1. Ümumi qiymət dəyişməz. Yenə də bərabərdir 35. İndi bizdən nə istəyir? Topda neçə metr parça olduğunu tapın. Uşaqlar, parçanı istəyirsə, yəni x istəyir deməkdir də. X istəyirsə, y-i x-lə əvəz eləyin. Bu nə deməkdir? Birincdən y-i tapın. Y nəyə bərabərdir? 35 bölü x. Gətir ikincidə yerinə qoy. X üstə gəl 4 vurulsun. 35 bölü x. Çıxılsın 1 bərabərdir 35. Şimdi bunu vuraq açaq. Köməklə vurma açım. X-i vurdum hər ikisinə. Nə qədər eləyəcək?
35 çıx x. Sonra 4'ü vururam. 140 bölü x çıxılsın 4. Bərabərdir 35. Buradan bu 35 tərk edər. Yazıram 140 bölünsün x çıxılsın x bərabərdir müsbət 4. Mənfi 4'ü attım bu yüzden. İndi uşaqlar x'in 10 olduğunu siz də açıq-aşkar görə bildiniz. Niyə? Bax 140'ı 10'a böləndə neçə eləyər? 14. 14'ten de 10 çıxanda cavabımız oldu 4. Yəni doğru bərabər yanılır. Demək ki, bu parçanın ümumi uzunluğu nə qədər imiş? 10 metr imiş. Aydındır mı? Ev tapşırımızda var bu sual. Bir də bunun oxşarı var. Sonra misal 25. Bir zalda olan şagirdlər hər stol arxasında 4 nəfər oturduqda 4 şagird ayaq üstə qalır. Uşaqlar bu sualdan bayaqlarda yazdım. Gəlin buna x deyək. İndi hər stolda 4 nəfər oturubsa 4x və 4 ayaq üstə qalıbsa demək ki şagird sayı 4x üstə gəl 4 imiş. Bax hər stolda 4 nəfər oturdu və 4 nəfər şagird ayaq üstə qaldı. Hər stol arxasında 6 şagird oturduqda 4 stol boş qalır. 6 vurulsun. 6 vurulsun. 4 stol boş qalıbsa deməli x sıx 4 sayda stol bəs eləyər. Mötərizədə yazmalısınız. Bu da bərabərdir yenə şagirdə. İndi bu təyinlər sistemi necə həll eləyək yenə? Bərabər eləyin görüm. 4x üstə gəl 4 bərabərdir. 6x çıxılsın 24. Onda buradan nə alınır? 2x bərabərdir 28. X oldu 14. Tapdığım bu 14 nədir? Stol sayıdır. Amma məndən nə istəyir? Zaldakı şagirdlərin sayını istəyir. Onda yazaram şagird bərabərdir. Birincidə yerinə qoysaq 4 vur 14 üstə gəlsin 4. 4 14'e vuranda 56. 4'te gəldim. Cavabımız oldu. Deməli 60. Başa düşə bildik? Tamam. Misal 26'ya baxaq uşaqlar. Deməli, misal 26'da deyir ki, Nahid ilə Aysunun birlikdə 300 manat pulu var. Gəlin belə eləyək uşaqlar. Nahid olsun x, Aysu olsun, Aysun olsun y. Birlikdə 300 manat pulu varsa necə bir tənlik quraram? X plus y bərabərdir 300. Sonra deyir ki, Nahid pulunun yarısını Aysuya verərsə. Pulunun yarısını. Baxın, Nahidin x manatı var idi. Yarısını Aysuya verdi. Onda Aysunun pulu x üstə gəlinsin, y üstə gəlinsin, x bölü 2. Onda özündə nə qədər qalar Nahiddə? Nahiddə nə qədər qalar? X bölü 2. Deyir, bundan sonra Aysunun pulu Nahidin pulundan 2 dəfə çox oldu. Onda yazmalıyam 2 vurulsun, x bölünsün 2. Bax, bu formada belə bir tənlik qurduq. Bundan sonra buradan bu 2'lər gedər. Hər birini 2'yə vurun ikincisini. Olacaq 2y üstə gəl x bərabərdir 2x. İkincisindən x bərabər oldu 2y. İndi birincidə gətirin x'in yerinə 2y qoyun. Nə olacaq aşağılar? 2y üstə gəlsin y bərabərdir 300. 3y bərabərdir 300. Y bərabər oldu 100. Y 100. X'imiz nə qədər? 200. Bizdən hansını soruşur? Nahidin nə qədər pulu var? Cavabımız oldu 200. Başa düşə bildiniz? Nə çatmadı? Niyə ki? Vermədi. Davam eləyək. Misal 27. Misal 27 görün nədir? Deyir, şirkətin binasının 4-cü mərtəbəsində ancaq mühasib və menecerlərdən ibarət 22 nəfər işləyir. Belə eləyək uşaqlar. Mühasib olsun x. Mühasib. Menecer olsun y. Birlikdə 22 nəfər işləyir. Necə bir tənlik qurum? X plus y bərabərdir 22. Sonra deyir ki, hər bir mühasibin əmək haqqı 1200 AZN-dir. Mühasiblər x nəfərdir.
və hər birinə 1200 manat veririksə, onda onlara gedən pul 1200x olacaq. Üstə gəlinsin. Menecerlərin əmək haqqı 800 AZN-dir. Onda onlara verilən pul 800Y olacaq. Ümumilikdə 4-cü mərtəbənin işçilərinə 21600 manat pul verilir. Yəni bu bərabərdir nəyə? 21600 manat. Menecerlərin sayını tapın. Yəni bizdən Y-i soruşur. Bunun üçün nə edərəm? İkincisinin hər birini 100-ə bölmək olarmı? Bu iki sıfırları silirəm. Həmçinin hər birini 4-ə bölürəm. Nə qalacaq onda? 3x üstə gəl 2y bərabərdir. 216-nı 4-ə böldüm. 54. X üstə gəl y bərabərdir. 22. İndi, uşaqlar, mənim əgər y-ə ehtiyacım varsa, onda gəlin x-ləri kənarlaşdıraq. Neynim ki, x-lər kənarlaşsın? Y-lər kənarlaşması üçün ikincisinin hər birini vururam deməli nəyə? Mənfi 2-yə. Onda 3x üstə gəlinsin 2y bərabərdir 54. Yox, y-ləri kənarlaşdırmaq istəyirik. Mənfi 3-ə vuraq onda uşaqlar. Mənfi 3x çıxılsın 3y bərabərdir mənfi 66. Tərəf-tərəfə toplasam x-lər gedəcək. Mənfi y bərabər olar. Bu ikisinin cəmi mənfi 12. Onda y tapıldı 12. Menecerlərin sayı 12 imiş. Aydın oldu mu? Tamam. Misal 28-ə keçirik. Yazmışıq tənasib qurmaqla məsələ həlli. Deməli, qeydimiz var, gəlin oxuyaq, görək nə yazmışıq. Tənasib qurmaqla məsələ həll edərkən iki nüansa diqqət etmək lazımdır. Birinci, eyni adlı kəmiyyətlər bir-birinin altında yazılmalıdır. İkinci, verilən kəmiyyətlərin düz və ya tərs mütənasib olduğunu müəyyən etmək lazımdır. Uşaqlar, bu nə deməkdir? Düz mütənasibliyi necə müəyyənləşdirirdik? Düz mütənasib nəyə deyilirdi uşaqlar? İki kəmiyyətdən biri artanda digəri də artırsa, biri azalanda digəri də azalırsa, bu olurdu düz mütənasib kəmiyyət. Düz mütənasib kəmiyyətlərdə qurulan tənasüblər necə vurulur uşaqlar? Necə hesablanır? Çarpaz. Bəs tərs mütənasib nə idi? Onu da deyək. Biri azalanda digəri artırsa, biri artanda digəri azalırsa, onda buna deyirdik tərs mütənasib və tərs mütənasib olan tənasüblər qarşı-qarşıya vurulmaqla həll edilir. İndi misal 28-ə baxın. Deyir, 50 kvadrat metr sahəni rəngləmək üçün 20 kiloqram boya lazımdır. Yazıram, 50 kvadrat metr üçün 20 kiloqram boya lazımdırsa, 75 kvadrat metr sahəni rəngləmək üçün neçə kiloqram boya lazımdır? Neyniyər uşaqlar? Baxın, az yer üçün az boya gedər, çox yer üçün çox boya. Demək ki, burada düz mütənasib asıllıq var. Düz mütənasib asıllığı da dedik ki, çarpaz vurmaqla həll edirik. Yəni, 50 vurulsun x bərabərdir, 75 vurulsun 20. Buradan bu sıfırlar getsin. 5 ilə də 75 gedəndə burada nə qalar? 15. Onda x bərabərdir, 15 vur 2, 30 kiloqram. Aydın oldu mu aşağılar? Tamam. Misal 29. Deyir, 6 traktor sahəni 10 günə şumlayır. Yazıram. 6 traktor sahəni 10 günə şumlayır. 15 belə traktor həmin sahəni neçə günə şumlayar? İndi burada bir şeyə fikir verməlisiniz uşaqlar. Əgər işçi qüvvəsi artıqdırsa, yəni traktorların sayı artıqdırsa, iş təbii ki tez bitəcək. Yəni burada necə asıllıq var? Tərs mütənasib asıllıq var. Tərs mütənasib asıllığı da razılaşdıq ki, qarşı-qarşıya vurub həll edəcək. Yəni 6 vur 10 bərabərdir 15 vurulsun x. Buradan da x bərabərdir 60 böl 15 cavabımız olacaqdır. Həqiqətən də 15 traktor işləsə, iş neçə günə qurtarar? 4 günə. Başa düşdüyümü? Tamam. Sonra baxırıq misal 30-a. Misal 30-da bir şeyə fikir verməlisiniz uşaqlar. Deyir, taxta parçasını 5 yerə bölmək üçün 20 dəqiqə vaxt lazımdır. Uşaqlar, 5 yerə bölmək üçün 20 dəqiqə vaxt lazımdırsa, o vaxt nəyə gedir? Onu kəsməyə vaxtımız gedir də. İndi 5 yerə bölmək üçün neçə kəsmə aparırdıq?
4. Yazıram 4 kəsimə 20 dəqiqə vaxtımız gedirsə, indi bu taxta parçasını 8 yerə bölmək üçün 7 kəsim aparmalısınız. 7 kəsim üçün neçə dəqiqə vaxtımız gedər? Buradan da 4x bərabər olar 140. X'imiz də oldu 35. Aydın oldu mu? Onda başa düşdük. Növbəti gəlir subyekt, obyekt, zaman məsələləri. Uşaqlar, subyekt, obyekt, zaman məsələlərində nəyə fikir verirdik? Nə idi qaydamız? Birinci subyekt yazılmalıydı. İkinci obyekt, üçüncü yerdə isə zaman. Subyekt dediyimiz işi icra edən şəxs idi. Yəni kim işləyirsə, həmin onun sayını qeyd edirik. Obyekt üzərində iş görülən yer, ərazi, məkan nədirsə odur. Zamandakı bilirik. Bunları bu formada qurandan sonra deməli nə etməlisiniz uşaqlar? Bax bu formada, ziqzaq formasında birini aşağı, birini yuxarı bu formada vurmalısınız. Gəlin buna bir dənə misal həll eləyək, görək testlərdə necə işləyir. Misal 31-ə baxın. Deyir 6 usta 12 günə 24 ədəd detal hazırlayırsa, əvvəlcə bunu hazır vəziyyətə gətirin. Birinci subyekti, sonra obyekti, sonra zaman yazmalısınız. İndi bu cümləni oxuyanda subyekt olaraq nəyi gördünüz? Usta. Çünki usta işi icra edən şəxsdir. 12 günə 24 ədəd detal hazırlanır. Deməli 12 gün olan zaman olacaq. Detal sayı isə obyektdir. Bunu bu formada qurdunuz. Daha oxuduğunuz ardıcılıqla qurmayın inşallah. Birinci subyekti, ikinci obyekti, axırda isə zamanı yazırsınız. İndi ikinci hissəsini oxuyuram. 9 usta 6 günə neçə detal hazırlayar? 9 usta, yenə subyektin altından 9 yazıram. 6 günə neçə detal? Zamanın altında 6, obyektdə də x. Bundan sonra dedik ki, ziqzaq formasında vururuq. Bax, bu formada. Bunu hesablayaq. 6 vurulsun x vurulsun 12. 9 vurulsun 24 vurulsun 6. Bu 6 ilə bu 6 ixtisara getsin hər iki tərəfdən. 12 ilə 24 gedəndə burada 2 qalacaq. Onda x bərabərdir 9 vur 2-dən. Nəticə oldu 18. Tam aydın oldu maşallah. Tamam. Misal 32-yə baxaq. Bundan yenə yazaq uşaqlar, biraz möhkəmlənsin. Deyir, fabrikdə 6 işçi 8 gündə 4 köynək tikə bilirsə, yenə subyekt, obyekt zamanı müəyyənləşdirək. Subyektimiz 6 işçi. Gün zamanın altında yazılmalıdır. Burada 4. 12 işçi 6 köynəyi neçə günə? 12 işçi 6 köynək, bu dəfə obyekt verilib. Neçə gün? Deməli zamanımız olacaq x. Bunu bu formada qurandan sonra necə razılaşdıq? 6-nı 6-ya, onda 8-ə vuracaqsınız. 12-ni 4-ə, onda x-ə vuracaqsınız. Yəni 12 vur 4 vur x bərabərdir 6 vur 6 vur 8. Bu 12 ilə bu 6 getsin. Nə qaldı burada? 2. Uşaqlar bu 2 4 ilə də bu 8 bütöv getsin. Onda x-imiz nəyə bərabər oldu? 6 gün. Çatır mı? Tamam. Bir dənə də sualımız var idi. Gəlin ona da baxaq. Misal 33. Deyir 15 traktor tarlanın 6'da 5 hissəsini 4 saata şumlayır. Yenə uşaqlar subyekt, obyekt zamanımızı qeyd eləyək. Subyekt, obyekt, bir də zaman. 15 traktor. Traktor olacaq deməli subyekt. Tarlanın 6'da 5 hissəsini. Onda obyektimiz 6'da 5 hissədir. 4 saata şumlayır. Zaman da oldu 4. 9 belə traktor həmin tarlanın 4'də 3 hissəsini neçə saata şumlayar? 9 belə traktor tarlanın 4'də 3 hissəsini neçə saata şumlayır? İndi hesablama hissəsinə keçək. 15'i vuracaqsınız 4'də 3'ə, vuracaqsınız 4'ə. 9'u vuracaqsınız 6'da 5'ə, onda vuracaqsınız x-ə. 9 vurulsun 6'da 5 vurulsun x bərabərdir. 15 vurulsun 4'də 3 vurulsun 4. Buradan bu 4'lər getsin. Daha sonra bu 9 ilə bu 6 gedər 3'ə. Burada 2 qaldı. Burada nə qaldı? 3. Uşaqlar bu 3 və 5. Bu 15 ilə getsə, burada 1 qalacaq da.
2'də 1 x'imiz nəyə bərabər oldu? 3'ə. 2'yə də vurun hər iki tərəfini. X'imiz olacaq 6. Aydın oldu mu? Tamam.